Tarix daşlara upur. Məsələn, bu daşların yüzillərlə yaşı var və onun üzərində yaşayan şəhər tarix qoxuduğu kimi insan izlərini də özündə daşıyır. Ələlxüsus onu tarixə bəxş edənlərin və qoruyanların izlərini. Bu gün də belədir, dünən də belə idi, sabah da belə olacaq. Gələcəyi inşa edənlər tarixdə əbədi qalacaq. ...1966-cı il, 70-ci illərdə Azərbaycanda baxanda Bakının özündə yarımçıq qalmış tikililər çox idi. Bu ilə əlaqədar idi ki, Moskvada bölüşdürülən kapital qoyuluşu, belə desə investisiyalar, çay qaşığı kimi səpələnirdi Bakıda bir neçə obyektlərə və normativ sənətdə tutalım obyektin tikilib başa çatdırılması 3 il idisə, 2 il isə bunun vaxtı uzanırdı, olurdu 5 il, 6 il və s. ...20-ci əsrin 60-70-ci illəri isə Azərbaycan üçün yeni inkişaf mərhələsinin başlanğıcı idi. 1969-cu il iyun ayında Heydər Əliyev rəhbərliyə gələndən sonra qərara gəlinmişdir ki, Azərbaycanda qüvvədə olan, işləyən Tikinti Nazirliyi Sənaye Tikinti Nazirliyə çevrilsin. Onun daxilindən Bakı Baş Tikinti İdarəsi müstəqil olsun və bu Bakı Baş Tikinti İdarəsinin nəzdində böyük bir təşkilat yaransın, hündür mərtəbəli binaların tikilməsi üçün. İqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar özünü sosial-iqtisadi sahədə göstərir. Yeni müəssisələr açılır, sənayeləşmə və istehsal artır, eləcə də kənd təsərrüfatında məhsuldarlıq yüksəlirdi. Ancaq dəyişən tək istehsal və məhsuldarlıq göstəriciləri deyildi. Boş torpaqlarda yeni şəhərlər, yaşayış massivləri boyatırdı. 70-ci illərdə nə qədər biz yaşayış evləri tikirdik, nə qədər Bakının ətrafında mikrorayonlar yarandı, onları siz görürsünüz indi. Onlar hamısı 70-ci illərdə yarandı. Nə qədər biz tikirdik ildə və mən bütün bizim bu işlə məşğul olan adamları nə qədər sıxırdım, nə qədər danlayırdım, nə qədər cəzalanırdı ki, sən niyə az tikdin, niyə bu ay bu qədər sən mənzil verməliydin, niyə vermədin, bu ay bu qədər məktəb verməliydin, niyə vermədin? Bunların hamısına görə o binalar tikildi. Şəhərin mərkəzində də tikildi, şəhərin ətrafında da tikildi, böyük indi mikrorayonlar var hamısı. Və onlardan da bizim Azərbaycanın vətəndaşları hamısı istifadə etdilər, bu gün edirlər. Bu dövr Azərbaycan şəhərsalma tarixində yeni mərhələnin başlanğıcı idi. O zamanlar hər hansı bir müəssisə tikiləndə Heydər Əliyev onun ətraf mühitə təsirini, mənfi təsirini görəndə heç vaxt ona razılıq vermirdi. Misal üçün bir misal çəkmək istərdim. 1968-ci ildə mən o vaxtı Dövlət Plan Komitəsinin İqtisadiyyat Elmi Tədqiqat İnstitutunda işləyirdim. Hər il 2 ildən bir, 3 ildən bir biz rayonlarımızı təhlil edərək onların sosial-iqtisadi inkişafı haqqında məlumatlar Dövlət Plan Komitəsinə təqdim edirdik. Dövlət Plan Komitəsi bu təhlillərin nəticəsində Azərbaycanda mühüm tikilən obyektlərin siyahısını tərtib edərək Mərkəzi Komitəyə təqdim edirdi. 1978-ci ildə belə bir siyahıya Heydər Əliyev baxanda, siyahıda görür ki, 10-15 müəssisənin içində bir zavod, semzavod, gücü 1 milyon ton sement istehsalı ildə Ağdam rayonunda tikilməsi nəzərdə tutulub. Heydər Əliyev qələmi ilə onun üstündən xətt çəkir və
tapşırır ki, məni birləşdirir Dövlət Plan Komitəsi sədri mərhum Abbasaliyev Sabit Kasımoğlu ilə. Və telefonla ona böyük irad tutur və deyir ki, bir də Qarabağ zonasında Semzavod adlı müəssisənin nəzərdə tutulmasın. Bu bir də göstərir ki, Heydər Əliyev o vaxtı ətraf mühiti çalışırdı, qorunsun. Əfsuslar olsun ki, 90-cı illərin əvvəlləri, müstəqilliyimizin ilk illərində ölkə nəinki şəhər qurmaq, hətta mövcud şəhərləri qoruyub saxlamaq gücündə də deyildi. Ermənistanın təcavüzü ilə başlanmış müharibə və o vaxtki hakimiyyətin xəyanətkar siyasəti və səriştəsizliyi Azərbaycanı müstəqilliyinin ilk illərində dərin böhranla üz-üzə qoymuşdu. Yalnız xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyətli siyasəti ilə sabitlik bərpa olundu, yeni inkişaf strategiyası müəyyən edildi. Cəbhədə atəşkəsin əldə edilməsindən sonra isə digər sahələrdə ardıcıl islahatlar həyata keçirildi. Paytaxt Bakı ilə yanaşı regionlara da diqqət artırıldı. Eyni zamanda mövcud imkanlar daxilində abadlıq işləri yenidən canlandırıldı. Müasirləşdirmə işləri ilə paralel tarixin izləri də böyük sevgi və təəssübkeşliklə qorunurdu. Şirvanşahlar Sarayı Azərbaycan xalqının iftixar etdiyi bir tarixi memarlıq abidəsidir. Bu bizim həm memarlığımızın ən yüksək səviyyədə olduğunu göstərir, həm də bizim dövlətçiliyimizin tarixini əks etdirən bir abidədir, böyük bir kompleksdir və dünyada da məşhurdur bu şübhəsiz ki. Ancaq bunu etiraf etmək lazımdır ki, biz bu sarayın həm təbliğinə, həm də onun bərpasına indiyə qədər fikir verməmişik. Doğrudur, bu bütün dünya memarlıq albomlarında, kataloglarında hamısında var. Mən xatırlayıram ki, bu memarlıq fakültəsində institutda oxuyarkən biz bunu xüsusi öyrənirdik. Mən burada gəlib nə qədər olub ki, günlərlə, həftələrlə bunların hamısını bir-bir öyrənmişəm, bundan imtahan vermişəm, rəsmi çəkmişəm, bəli, bütün bunların, həmən xüsusən o divanxananın portalı məsələ ən şedevridir, o portal, divanxananın. Prezident İlham Əliyevin liderliyi ilə isə Azərbaycan tamamilə yeni, müasir inkişaf mərhələsinə daxil olurdu. Bu dövrdə ölkəni bütün sahələrdə əsaslı islahatlar və dəyişikliklər, o cümlədən əhəmiyyətli iqtisadi sıçrayış gözləyirdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları bütün bölgələrin simasını dəyişəcək, o cümlədən şəhərsalma sahəsində yeni fazaya keçidi müəyyən edəcəkdi. Son 23 il ərzində bütün ölkəni əhatə edən müasir infrastruktur layihələri, şəhər və kəndlərdə sosial obyektlərin inşa olunması, innovativ yanaşmalar və ağıllı texnologiyaların tətbiqi yeni Azərbaycanın mənzərəsini ortaya çıxardı. Bakı bizim paytaxtımızdır. Dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq bizim məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və buna biz
müəyyən dərəcədə nail ola bilmişik. Və əgər bugün də hələ ki bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir. Ancaq bu siyasəti biz davam etdirəcəyik. Regionlarda hal-hazırda icrada olan layihələr əminəm ki, bütün bölgələrdə həm sosial, həm sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcək. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş 4 dövlət proqramı çərçivəsində bölgələrə yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edib. Bu dövr ərzində 17 bin kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunel istifadəyə verilib, 9 beynəlxalq hava limanı, Bakı-Tbilisi-Qars dəmir yolu stansiyası, Bakı beynəlxalq ticarət limanı bugün ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyətli yerini müəyyən edir. 3300-dən çox məktəb, 450-dən çox uşaq bağçası və 550-dən çox tibb müəssisəsi inşa edilib. 41 olimpiya idman kompleksi tikilib və ya təmir olunub. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün aqroparklar, emal müəssisələri və logistika mərkəzləri yaradılıb, kənd əhalisinin istehsal etdiyi məhsulların bazara çıxışı asanlaşdırılıb. Ölkəmizdə son illər ərzində sistemli və düşünülmüş yanaşmalar tətbiq edilir və bu məsələlər əsasən 3 istiqamətdə baş verir. Bunlardan birincisi qanunverici bazanın təkmilləşdirilməsi, inkişaf etdirilməsi, tələb olunan normativ sənədlərin işlənib hazırlanmasıdır. Belə ki, ölkəmiz sürətlə inkişaf edir və yeni şəraitlərə uyğun bu normativ və qanunverici sənədlərin təkmilləşdirməsi zərurəti yaranır. Eyni zamanda dünyada baş verən şəhərsalma sahəsində yanaşmalar, müxtəlif prinsiplərin tətbiq olunması, xüsusən yaşayış məskənlərinin dayanıqlı inkişafı ilə əlaqədar məsələlər şəhərsalma sənədlərində öz əksini tapmalıdır və bu istiqamətdə də müvafiq işlər görünür, ardıcıl normativ və qeyd elədiyi kimi hüquqi sənədlər qəbul olunur. İkinci vacib istiqamət şəhərsalma siyasətində dövlət tərəfindən şəhərsalma nəzarətinin həyata keçirilməsidir. Və nəhayət şəhərsalmada əsas istiqamətlərdən biri olan ərazi planlaşdırma sənədlərinin hazırlanmasıdır ki, bu istiqamətdə də mütərəqqi yanaşmalar, yeniliklər daim tətbiq olunur və bu ardıcıl xarakter alır. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər bura gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri Urbisit qurbanı idi. Bu da tamamilə doğru idi. Digər ad Ruhlar şəhəri idi. Bu da tamamilə doğrudur. Biri də Qafqazın Hirosiması idi. Qarabağı və Şərqi Zəngəzuru biz cənnətə çevirəcəyik və bunu biz edəcəyik. Necə ki, bugünə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı. Bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı.
İkinci Qarabağ müharibəsindəki parlaq qələbədən dərhal sonra növbəti tarixi missiya başlandı. Azad olunmuş ərazilərimizin bərpası. Və bugün Qarabağ və Şərqi Zəngəzur yeni həyatın ünvanına çevrilir. Bu torpaqlarda geniş miqyaslı, dünyada analoq olmayan bərpa və quruculuq işləri aparılır. İşğalçının viran qoyduğu, Qafqazın Xerasimasına çevirdiyi kənd və şəhərlərdə sıfırdan müasir şəhərlərin qurulmasını Azərbaycan dövləti yalnız öz gücü hesabına gerçəkləşdirir. Laçın şəhəri, Sus və Zabuq kəndləri, bugün isə Bəylik kəndi. Böyük Qaydışın növbəti məntəqəsi ev sahiblərini qarşılayır. Prezident İlham Əliyevin iştirakı ilə. Ağdamın Xıdırlı kəndi. Ev sahiblərinə mənzillərinin açarlarını Azərbaycan və Qırğızistan prezidentləri birgə təqdim edəcəklər. Şübhəsiz bugün Kərkicahanlılar üçün unudulmaz gün olacaq. Öz doğma evlərinə, yurt yuvalarına qayıdışı bu qələbənin və qayıdışın müəllifi ilə, Prezident İlham Əliyevlə birgə yaşayırlar. Şübhəsiz bu bayram Xanovalılar üçün unudulmaz olacaq. Onlar bu bayramı öz doğma yurd yuvalarında qarşılayırlar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə. Qarşımızda iki böyük məsələ dayanırdı. Bir tərəfdən ərazilərin minalanması, yəni həmin ərazilərdə daxil olmağın məhdudiyyəti və digər tərəfdən də ərazilərin öyrənilməsi zərurəti. Yəni bu iki məsələ var idi. Düşünürəm ki, biz bu müxtəlif yanaşmalardan, eyni zamanda dünya təcrübəsində istifadə olunan yanaşmalardan istifadə edərək bu işin öhdəsindən gələ bildik və bizim qanunvericiliyimizlə nəzərdə tutulan 3 mərhələli planlaşdırma sənədlərinin hazırlanmasına başladı. İlk növbədə bütün regionun, yəni işğaldan azad olmuş bütün ərazinin ümumi planı hazırlandı. Bu ümumi planda, yəni regionda yaşayış məskənləri harda olacaq və digər torpaqların funksiyalarının yəni hansı kateqoriyalara aid olunması ilə bağlı məsələlər öz əksini tapdı. Nəqliyyat məsələləri, infrastruktur məsələləri öz əksini tapdı. Qoruqlar, yasallıqlar, bütün bu məsələlər sənəddə sistemli şəkildə öz əksini tapdı. Daha sonra şəhərlərin planlarının hazırlanmasına biz başladıq və biz bütün, demək olar, Qarabağın bütün şəhərlərinin baş planları artıq işlənib hazırlandı. Eyni zamanda 100-dən artıq yaşayış məskəninin, kənd və qəsəbənin də artıq planlaşdırma sənədləri işlənib hazırlanmışdır. Və üçüncü mərhələdə isə həmin yaşayış məskənlərinin və şəhərlərin detallı planları işlənib hazırlandı. Ağıllı şəhər və ağıllı kənd layihələri tətbiq edilir, müasir yollar, hava limanları və kommunikasiya xətləri çəkilir, infrastruktur tamamilə yenidən qurulur, keçmiş məcburi köçkünlər evlərinə, öz doğma yurd yuvalarına qayıdırlar. İndi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə,
Bir də heç kim kömək eləmir. Ancaq öz imkanlarımız daxilində öz gücümüzə arxalanaraq Azərbaycan xalqının imkanlarına arxalanaraq dövlət hesabına bütün bərpa, quruculuq işləri aparılır. Bir də qısa müddət ərzində. İnşaatçılarımız Qarabağda möcüzələr yaradır. Murovdağ tuneli bunun ən əyani təzahürlərindən biridir. 12 kilometrə yaxın uzunluğu olan bu tunel Qafqazın ən böyük tunelidir, ən uzun tunelidir. Eyni zamanda dünyada 18-ci uzun tuneldir. 2 gediş, 2 gəliş zolağı rahat hərəkətə imkan yaradır. Və həm də o deməkdir ki, Murovdağ silsiləsini aşmadan Kəlbəcərə çatmaq mümkün olacaq. Göründüyü kimi 2 tunel xəttindən söhbət gedir. Əgər bu tunellər olmasa, Kəlbəcərə doğru Murov dağını aşmaqla keçmək üçün ən azı 1 saat vaxt tələb olunur. Bu halda isə biz indi təxminən 15 dəqiqəyə bu tuneli keçərək Murov dağını aşmış olduq. Bu böyük quruculuq və böyük qayıdış prosesi Azərbaycan dövlətinin gücünü və iradəsini nümayiş etdirir. Eyni zamanda bütün dünya üçün əhəmiyyətli ola biləcək unikal təcrübəyə çevrilir. Bizim qarşımızda qoyulan vəzifə şəhərlərimizin özünə məxsusluğunu, milli adət və dəyərlərə söykənən özünə məxsusluğunun qorunub saxlanması idi. Hər bir şəhərin planlaşdırmasında beynəlxalq standartlar, prinsiplərin hamısının tətbiq olunması ilə yanaşı, şəhərlərimizin özünə məxsusluğunun, yəni ərazilərdə vaxtilə mövcud olmuş planlaşdırma strukturunun, yüksək yol şəbəkəsinin maksimal olaraq qorunub saxlanması istiqamətində işlər görülürdü. Eyni zamanda həmin o yaşayış məntəqələrində binaların memarlığının işlənib hazırlanmasında da məhz qeyd elədiyim kimi özünə məxsusluq və ənənəvi xüsusiyyətlərin nəzərə alınması ön plana çəkilmişdir. Burada rahat yaşayın, xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız. Çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada çox çətin şərait. Yəni, amma inamınızı itirməmişsiniz, inanırdınız ki, doğma vətənə qayıdacaqsınız, o gün də gəldi. İndi də belə gözəl, belə mənzərəli, səfalı yerlərdə yerləşirsiniz və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün olsun və yumruğun olsun.